Dostlar, kardeşler. Bildiğiniz gibi bugünlerde Gürcistan'dayım. Tiflis'teyim. Gelmişim bir bazara. Sizinle bugün bu bazar hakkında danışmak istedim. Rus bazarı yəqin ki eşitmişsiniz. Bakıda hər altı bazar sabunsa təşkil olunan bazarı deyirəm. Eynisi, oxşarı burada Tiflis'te de var. Demirdiniz. Ve burada da yine Sovyet'ten kalman eşyalar, znaçoklar, qəpiklər ve her şey. Terezi ve sintetizatör. Есть русская эстрада, диско-музыка. Вас что интересует? Меня просто цена интересует. Цена колеблется от 10 до 150 лар. My number I have in WhatsApp, Viber. In the next week I am stay here. You can come. I am here. Buraya gelenlerin əksəriyyəti turistlərdir. Və ona görə buradakılar ingilis dilini də bilirlər, özünüz də şahid oldunuz. Qiymətlər çox da ucuz deyil, yəni Bakıdakı qədər. Çünki bilirlər ki, alanların çox turistlərdir, onun üçün yaxşı qiymət deyirlər. Amma bazarda vermək olar. Burada qəşəng bir şey eləyirlər, baxın. Plastinkaların üstündə işləyirlər və gözəl sənət əsərləri ortaya çıxardırlar. Beatles gördüm burada, Abbey Road, The Rolling Stone, Queen. Yerləşir körpünün üstündə bu bazar. Stoymost adlanır, Rusca danışsa, Rusca desək. İngilis Dry Bridge və burada park var. Əgər Tiflisə gələsi olsaq, haradasa olsaq ki, Stoymost haradadır, bazar haradadırsa göstərəcək, rahat. Burada qardaşımız motosiklinə hoppa verir. Gördünüz ya. Ben gördüm. Şimdi bir de aynı yanındayım. Bakalım. Orta bağa bakırıq. Şimdi bunu yoxlayacağım. Qiyməti 80 idi. Bizim bundan haradasa 50-45-50 manat. Super. Oh. Super. Köhnə Azərbaycan kişilərini oxşadım mən. Amma xoşuma gəlir bunda. Baxlardan. Güzgəyə də baxın. Nətərdir? Burada nət falan da satırlar. Bilmirəm. Kiməsi maraqlı olar ya yox. Bir də ki, bu bazarda daha çox buynuzlar satırlar. Yəni burada daha çox gözlər lazımdır. Çaxır içmək üçün. Bizim falçalara oxşuyor. Belki de Azerbaycan'dan gelip, belki de Qarabağdan gelip bilmirəm ama bizim falçalara çok oxşuyor. Keçim yolu o tərəfə. Qəşəng rəngi var. Bunun qiymətini soracağım. 5. Turistlər. In 30 minutes now they do. Здравствуйте. Почем эта чанта? Это 150 лар. 150 Это грузинская натуральная кожа. Обработана воском, что цвет не меняет. Не боится ни солнца, ни дождя. Все ручная работа, все. Hamısı Это на пояс, işləridir, вот как у меня. təmiz gürtüdədir. Это на пояс. Вот. Aha. Пояс. Beldən bağlamaq üçün. Еще есть вот пажи для мужчин. Bu nədir? Что это? Это пажи, ну как сказать, для мужчин. А, Да. Kaçeşka. Да. Bu mən sevdiyim kəmərdir. Dostlar, deməli geyindim, baxdım ona. Tam da uyğun olmalı. Neyse, oradan getdim. İndi gəlmişim burada bir şey gördüm, maraqlı bir şey. Хорошо. Baxın, bu, bax bu. Bax bu gördüyünüz, bax bu. Orijinaldır, yəni 42-ci ildən qalıb, Nemeslər, Almanlardan qalmadı. Bunlar da, baxın üstündə svastika var, amma orijinal deyil. Arkasında il falan yazdı. 38 ama orijinal değil. Bunun qiyməti 190 laridir. Почем это вы сказали? Это 90. Bu paçlar 90 lari, bak gördünüz bu da 90 lari. O ise 190 lari. Yani orijinalla orijinal olmayan fərqi. Burada istədiyiniz de olmasa çok şey tapmaq olur, hansı ki tarixlə əlaqədar. Окей, спасибо, до свидания.
8 kilometr bazarı. Baxın. Bilənlər bilir də, yəni bu nə deməkdir. Qaydayların ən çox gəldiyi yaxınlaşdığı polkalar. Nə tapdım burada, baxın. Ragatka. Onu belə satan ən bir dəfədə görəm. 10 lari verirlər. Saat 5'dir, 5'e qal 15 dəqiqə. Bazardakı 5'e qədər işləyir. Havalar pis olanda, yağış olanda daha tutmadı. Havaları körpünün üstündən keçirəm. Kür çayı. Hansı ki burada başqa adlanır. Amma Kür deyənlər də var. Gürcə adı nə idisə unutmuşam. Hal-hazırda mən əks tərəfə gedirəm. Yaşadığım yerdən ona görə geri qaydası olacağım. Yaşadığım yerdə indi təqribi sizə çəkib göstərəcəm. Bax gördüyünüz həmin o dağda qalıram. Dağın biraz aşağısında, ətəyində. Həmin o Buşqadan bir 100 metr aşağıda. Orası əslində parkdır. Tatsmin də gedir adı. Əyləncə park, Luna Park. Deməli dostlar, maraqlı, qəribə bir hadisə oldu bizə. Yuxarıda nəsə corab axtardım özümə, qalın yun corab. Bir xalaya yaxınlaşdım, soruşdum. Sadəcə mən də sonradan bildim ki, üstündə pul yoxdur, ancaq kartla alır. Kartla ödəmək istəyəndə adam son anda nəyə görsə fikrini dəyişdi, dedi ki, yox, istəmirəm, bunu sənə hədiyyə edirəm. Bax bunu. Bax, getmək istəyirdim. Bu kişi arxadan mən Bakıdan olduğumu soruşdu. Dedim, adam burada rəssamlıq akademiyasında oxuyub, qutarıb və deyir ki, Azərbaycan dilini biraz bilirəm. Burada Azərbaycanlı sinif yoldaşları olub, qrup yoldaşları oradan bilir. Artıq nəhayət ki, çıxıram bazardan. Bayaqdan 3 dəfə demişəm, çıxıram, çıxıb qutarım. Məsələn, bu son. Kofe istəyərdim almaq, amma nağd pulum olmadığı üstündə yəqin ki ala bilməyəcəm deyəm, amma soruşum. Gedim soruşum. Yox imiş, kartla ödəniş yox imiş, çox təəssüf ki burada nağdsız bayra çıxmaq biraz ağılsızlıqdır deyərdim. Bu parklardan mən Peterburgda da görmüşdüm. Burada da var. Çox təəssüf edirəm ki, Bakıda yox deyir. Mən belə park görmüşəm. Halbuki çox rahatlıqla edə bilərlər. Bunun üçün elə böyük ərazi lazım deyil. Yolumuza devam. Salam millət. Bugünkü çəkişimiz hardadır? Kutaisi yaxınlığında, Kutaisi yox, Bağdadi adlı balaca bir şəhər var. Bu balaca bir şəhərin yaxınlığında isə Qafqaz dağlarının ətəyində burada gördüyünüz kimi həm çaydır, həm də ki sanatoriyadır aslında. Sayıra neyse adını dəqiqləşdirib deyəcəm sizə. Burada mineral sulardır. Deməli, mineral sular rəqəmlərlə burada işarələnib, baxın, bu 4. İçəri keçək, baxın. Misal üçün, bu 4-cü qoyunun suyunun tərkibində bunlar var, gördüyünüz kimi, amoniumda, sodyum, potasyum. Yəni, bu minerallar bu suyun tərkibində var və bunun içəndə də hiss olunur. Mən də o birisində içdim, burada stəkan tapa bilmədim. Amma yəqin ki, indi qab tapıb içəcəm. Baxın yəni suya. Niçin baxın görün dadı necədir. Eyni dad oradakı kimi, daha dəmli, daha çoxdur deyəsən bunun. Yəni pasın tamını birbaşa hiss edirəm də yəni burada. Bunu yəqin ki içməyəcəm, pullayacam.
İndi gedirəm bu 4 idi. İndi gedirəm 2-yə də baxmışam. Birə gedim görüm orada nə var, bu su nə üçündür. Bu da suyumuz. Təmizdir, yəni paslı görünmür. Bunun da adına baxım elə. Bu biraz yaxşıdır, bu qazlıdır. Həm qazlıdır, həm də dəmir çox deyil burada, yəni rahat adi su kimi ismin var. Bir dənə bir şey deyəcəm, indi öyrəndim. Yəni burada sanatoriya adamlar gəlir, dincəlirlər təbii ki və həkimlər olur orada. Otururlar, yəni ki yoxlayırlar, diaqnoz qoyurlar hansı xəstəliyə görə və sizə bu suları reseptdə yazırlar. Bu arada yerin adı yadıma düşdü, Sayrimedi. Bu yerin adı Sayrimedi. Əslində mən fikirləşirəm ki, bura qışda gəlmək, yayda gəlmək daha məsləhətli, daha yaxşı. Çünki soyuqda rahat hərəkət etmək olmur, oturmaq falan olmur bayırda. Burada indi restoranlar, kafeler falan var. Yayda gəlib dincəlmək üçün yəni möhtəşəm yerdir. Deməli indi qalxdıq yuxarı, qalxmışıq yuxarı, sanatoriyanın yaxınlığındadır. Okey, sanatoriya aşağıdadır, baxın, oradadır. Bizdə burada zipline var. İndi kimsə oradan keçdi, indi gələcək aşağı. Dediyim adam bu qardaşdır, bu vətəndaş. Çok yaxşı bir qardaş. Çox yaxşı oğlandır. Deməli, adı Webidir, Makedoniyadandır, amma türkdür, qardaşımızdır. Burada Daduk Tiflis'te hospital'da tanış olduq və gəzməyə bir yerdə başladıq. Bu yoldaş Gürcü dostumuz Bico. O burada işləyir, zipline'a baxın. O baxır, indi oradan gəlməlidir bir dənəsi. Сколько стоит, вы сказали? 50 лari один человек. Aha. İndicə buradan bir bal aldım. Çox təbiidir. 20 liraya bax belə bir bal. 1 kilo 200 gram. Yəni bu bala bu qiymət heç bir şeydir yəni. İndi maşına oturduq. Maşına oturduq, gedirik. O sürən adamla ki o da bir dənə. Это чисто, я отвечаю, натуральный продукт у них. Я почему позвонил? Я своему родственнику позвонил. Нормально. У нас это в этом плане в Грузии всегда так, по знакомству. Но бывает иногда по знакомству и хуже получается. Но в основном все-таки по знакомству работает. Работает, да. Мимино? Да, мимино. Мимино у нас Далеко мимино. кино есть. Вот кино есть мимино, далеко. Нет, старый боксер, Разве? очень сильный, крепкий, посмотрите. Да, да, Не. сильный, крепкий. О, ой, крепкий может. Maşallah. Bakın. Пьете что-нибудь? Напиток. Yani Пойдем со мной. Приятно. Близко. Только, ребята, это самое, чай. Çay gerçekten mi? Всегда, Черный чай. каждый день. Черный чай. Баночка, где только стакан. da. Вот интересные люди. А кому, како? Мы хотим... Сейчас вы пойдете со мной. Там чай будете. Kutays'la ilgili bu kardeşler gelmiş yine. Идете со мной. Я, Daya deməli Stalin'də oldu, şəhərdə oldu. когда Сталин умер, я тогда плакал. Серьезно? Товарищ генерал-майор. Я майор. Вот офицер-майор. Уже в отставке. Да.
Dayı mayordu yani. Ehtiyatlı olan zabit mayordu. Bir başına kesen kimi istedi. Ne dedi? Ağlıyordu İspat öğrendi. Neyse diğer kişi deyir ki bu 51'de doğulub, Stalin 52'de. Yoxsa 51'de her neyse. 53'te Stalin öləndə bir ağlayırdım onun üçün. Ve 2 yaşı vardı. Ne başa düşürdüm, niye ağlayıp bilmiyorum. Maskıcı gördüm diye yandım. Ha. Şimdi geldi bizden söhbət edilmeye. Buraya gel. Neyse yaxşı çekmiyorum. Şimdi adam oturur. Gözü uzaktır. Aha kişi beni çağırıyor. Yoxla. Geldim. Fitnem daha sonra fitnem. Ses fotoğrafları var. Evet hamsi. Hamsi dediğimiz bu da meyveler. Balık. Gördüğünüz gibi bunlar çeşitli. Yani diyelim ki Gürcistan'da meyveler çok ucuz. Yani Azerbaycan'a bakanda ucuzdur. Türkiye'ye bakanda pahalı olabilir. Esasen de bu sene son günler. Ama Azerbaycan'a bakanda ucuzdur ve boldu diyeyim size. Her tür meyveni istediğin vakit, istediğin sezonda, istediğin yerden çalabilir. Buranın bu üstünlükleri var. Dayı bizi sağ ol. Kamacım. Dayı bizi bir yere getirdi. Bize de bir evine koyacak. Ben çay vermeye ve bir de konyak vermeye. Ama bir tane kafeye getirdim. Demişim ki ben içmirəm konyak içmirəm. Evet batma içmirəm. Bak orada bana şey süzürler. Bakın. Orada bana konyak süzürler. Garip adamlar diye. Neyse getirdi bizi buraya. Ne kadar indi bunlarla. Konuşsunlar sonra bak. Faiz lazım her neyse. Oturacağım, Stefan'a sayesinde yapalım. Seni hayatımdan bir de beni silerim her şeyi koyarak bir kenara giderim. Xamer oxşaya bilər, amma Jeep Wrangler çıxanda mən bilən Xamer yox idi. Yəni dizayn Xamerdən qabaq olan bir şeydir. Xamerin dizaynı biraz fərqlidir. Oxşuyurlar amma. Yəqin başa düşdünüz hardayam. Elmin rəsədəgən salam. Deməli başa düşdünüz ki, artıq Rustaviliyəm. Buradakı böyük bazarda hamımızın bildiyi, amma hamımızın da görə bilmədiyi. Hə millət harda qalmışdıq. Yəni Rustavi maşın bazarındayım. Uzun sözün qısası. Yanımdakı qardaşsa Elmindir, Rusiyadan gəlib, Azərbaycana gəlib 2-3 gündür qonaq Tiflisdə. Onu götürdüm, gəldim bu bazara ki bir baş çəkək. Hələ ki burada qiymət yazmayıb. Hansıların ki qiymət yazıb. Misal üçün burada qırmızı rəngdə, tünd qırmızı rəngdə gözəl bir dənə 39 koza BMW vardı, 5-ci seriya qırmızı rəngdə. $5000. Yəni içərisinə baxdım, salonu qəşəng idi, disklər yerində. Bu bir dənə misaldır. İndi başqa bir şey. 11500'də GT BMW var idi. 160.000 sürüşlə, probeglə. Ondan sonra indi bir dənə BMW gördüm. 7-ci seriyadır bu səhv eləmirəmsə, yoxsa 5'dir. Bir dəqiqə göstərirəm. Bəli, 528. Deməli $9.900. 2012-ci il, 2 motor, 88 mil. Göstereyim size. Ondan sonra geldik burada ne görürüm? Ford Fusion, Azerbaycanlıların çok sevdiği bir maşın. $7500. Bir motor, bir 5 motor. 51.000 mil sürülüb. Yaxşı qiymətli, ağ rəngli. Bu Fusionların hibridləri də olur. Mən burada çox görmüşəm. Baxın görün, bu hibriddir, EcoBoost'dur. EcoBoost növü, neyse, hər nəsə. Qırmızı bir Chevrolet Cruze
9. Baxaq görək qiymətinə. Qiymət yazılmayıb 2014-1.4 motoruna. Geldim. Qazaxıstan bayrağını görürsünüz. Deyim ki, burada Qazaxlar çoxdur. Maşın alverlə məşğul olanlar. Yəni, bazarın əsas satanları və alanları. Azərbaycanlılar, ermənilər, gürcülər. Başqa bir 5-ci seriya gördüm. Qiymət yazılıb, satılır. Neçədir? 15.000 dollardır. Çəkin baxın. 2014 4.4 motor. Qalandakı nömrələr 101.000 mil, kilometr yox mil. Şüşələr də o belə qaradır. Yəni maşın içərisə görünmür demək olar ki, diskləri. Bu da qabaqdan görünmüş. M deyil, sadə BMW-dir. Bu Volkswagen Passat olmalıdır. 7.700 dollar, probek 90.000. Passat sesi olmalıdır bu. Uzaqdan belə poligon da. Ha. Uzaqdan atışma səsləri gəlirdi. Dedim elə bu güllə səsidir. Qardaş var burada işləyən dedi ki, poligondur. Fikirləşdim ki, poligon olmağını. Volkswagen GT bu Jetta'dır. Böyük ehtimal. Jetta'dır. Yəni ehtiyac yoxdur görməyə, amma bir dəqiqə. 13.500 dollar. 2018'inde 26.000 mil gedib. Yaxşı görünür. Burada yəni maşın çoxdur. Mən indi bazarın hamısını çəkəsi olsam, gərək bir ay burada mən yaşayım. Ona görə sizə əsas şeyləri göstərim. Gördüklərimi, qabağıma çıxanları göstərim. Bir də ümumi bazarı göstərim. Bilmirəm, siz səsi eşitirsiz yoxsa yox, amma yəni dediyim ki, bu güllə səsləridir. Burada bir dənə Jeep 46.000'də görürsünüz. 2019-cu il 2 motor. 2 motor biraz qəribədir. Mən fikirləşdim çox olacaq bu motorun gücü, amma okey. Bu da BMW 3 seriyanın təzələri. 3 motor. Disklər dəli kimi. Arxa şüşə qara. Təzədir. Və probek 30 mil. Yəni 60 kilometr. 2 motor 2009-cu ildə. Hayf ki, qiymət yazmayıblar. Yox. Bu da yəqinki ES'dir. 14.500 dollar. 2013-cü il 890.000 mil. Görək hansı modeldir. Modeli yazılmıyor burada. Ama EOS 250'dir böyük ehtimalla. Bu da maşının görüşü. Bu gəmiyə baxın elə. Bu Toyota Camry olmalıdır. Baxırıq, yox. Avalon. Hibrid. Elektriklə işləyir. Həm elektrik, həm benzin. Dayda yatıb içərdə. Burada bir dənə köhnə Mercedes tapdıq. Neçəydi qiyməti? 19.000 dollar. Hammer oxşaya bilər, amma Jeep Wrangler çıxanda mən bilən Hammer yox idi. Yəni dizayn Hammer'dan qabaq olan bir şeydir. Hammer'in dizaynı biraz fərqlidir. Oxşurlar amma. Əlbəttə ki. Bu da bizim Rustavdakı maşın bazarımız. Bitirirəm reportajımızı. Nəsə bir şey olsa yenə burada nəsə maraqlı qalan bir şey çıxsa çəkəcəm.